Şamaxı rayonunda 5 fevral 2019-cu il tarixində baş vermiş zəlzələ hadisəsinin nəticəsində Şamaxı şəhər Akademik Əşrəf Əlizadə küçəsində fərdi yaşayış evi qəzalı vəziyyətə düşmüşdür. O vaxt zəlzələ oldu. Bizim evimiz bərbad vəziyyətə düşdü. Ona baxış keçirdilər. Sonra dedilər gəlib bu Hansı evi dövlət qurumu tərəfindən sizin evinizə baxış keçirildi? icra hakimiyyətindən gəldilər. Yəni dedilər sizə köməklik eləyəcək, özünüzü təmir eləyəcək. O təmir, bu təmir gəlmədilər. Mən də az yaşlı uşaqlarım var. Gecə qorxurlar. Nənəm ömür uçar altında qalar o. Deyirəm yox. Deyəcəm məsələn, mənə kömək eləyəcəklər. O vaxtdan bu vaxtdan nə köməklik var, nə bir şey var. Mən də xahiş eləyirəm ki, prezidentimizə ki, mənə köməklik eləsin. Zəlzələ olan vaxtı xəstəliyə düşdüm. Mənim indi elə də durumum yoxdur ki, o evimi təmir eləyə. Gücüm çatmır yəni. Məsələn, həkimə gedə bilmirəm. Vallahi uşaqlarım da qorxur. Özüm də məsələn xəstə adamam. Mənim imkan dərəcəm yoxdur da, elə pis vəziyyətdəyəm. Heç həkimə gedə bilmirəm yəni. O məsələn uşaqdır. Məsələn pis vəziyyətdə nənə ömür pisdir, uçur. Qorxurlar. Xahiş eləyirəm İlham Əliyevdən ki, mənə köməklik eləsin.